Salamlar, necəsiz? Ümidvaram ki, hər biriniz çox yaxşısınız və ümidvaram ki, hər birinizin günü çox xoş və uğurlu keçir. Bugün mən və dostlarım sizlərlə münasibətlərlə bağlı danışmaq istəyirik. Mövzu ondadır ki, bir çox xanımlarda seansa əsasən yazılan pasientlərdə gördüyüm bir qorxu var ki, əgər münasibətim olsa, karyeramı inkişaf elətdirə bilməyəcəm, karyerada irəli gedə bilməyəcəm. Yəni ki, bir çox xanımların zehnində karyera sanki münasibətə əngəlmiş kimi, münasibət də karyeraya əngəlmiş kimi kodlanıb. Yəni elə bir düşüncə var ki, sanki ikisi eyni anda bərabər gedə bilməz, ikisi də uğurlu ola bilməz. Yəni əgər siz düşünürsünüz ki, karyera münasibətə əngəldir və ya münasibət karyeraya əngəldir, bu sizin üçün elə də olacaq. Yox, əgər siz düşünsəniz ki, ikisini də eyni anda idarə etmək olar, münasibət sağlam olanda insan inkişaf edə bilər, irəli gedə bilər, bu o formada da olacaq. Yəni biz nəyə inanırıqsa, onu da yaşayırıq. Bir çox zaman xanımlar belə bir inanca sahib olur, çünki özlərini münasibətdən uzaqlaşdırmaq istəyir. Yəni bir növ əslində bu mənə biraz bəhanə kimi də gəlir ki, sanki biri digərinə əngəldir, qoy mən karyeramı qurum, qoy mən inkişaf eləyim, münasibətim sonra olar. Amma gəlin belə real bir şey danışaq ki, inkişaf elə bir şeydir ki, bu bütün ömür davam edən bir şeydir. Bir ömür bizim həyatımıza dəyişik hadisələr baş verir. Yeni insanlar tanıyırıq, yeni hadisələr yaşayırıq və onlarla necə başa çıxmalıyıq, onları necə idarə etməliyik, fərqli situasiyalar yaşayırıq. Bunları öyrənmək üçün daimi inkişaf lazımdır. Və həmçinin biz inkişaf elədikcə həyatımız daha gözəl bir yerə gəlib çıxır. Əgər birisi karyera yoluna başlayırsa və hazırda tutalım ki 500 manat qazanırsa, o insan təbii ki növbəti hədəf olaraq 800-1000 arası qazanmaq istəyəcək. Bir insan 1000 manat qazanırsa, təbii ki o başlayacaq artıq 1500-2000 manat qazanmaq istəyinə gələcək. Daima insan irəli getmək istəyir. Daima insan irəli getmək istədiyi üçün də bu o deməkdir ki, bu hər bir zaman davam eləyəcək. Ona görə düşünün ki, siz hazırda deyirsiniz ki, yox, mən münasibət istəmirəm, mən inkişaf etməliyəm. Amma onu bildirmək istəyirəm ki, bu inkişaf yolu axı daima davam edir. Sən daima yeni şeylər öyrənməlisən, yeni dərslər almalısan, yeni təlimlər almalısan, işində inkişaf eləməlisən, şəxsi inkişafın olsun və s. Bəs münasibət burada harada qalacaq? Mən belə düşünürəm ki, insan nə qədər pul qazanırsa qazansın, nə qədər var dövləti olursa olsun, əgər onun sevgi verib, sevgi ala biləcəyi, qayğısına qala biləcəyi həyatında birisi yoxdursa, məncə o insan haradasa daxilində bir boşluq yaşayacaq. Anlayıram ki, bir insan düşünür ki, hazırda okeydə həyatımda birisi yoxdur, mən işimlə məşğul olum, amma o qapı mənə görə açıq qalmalıdır. Yəni ki, ola bilər ki, qismət adlandırdığınız insan həyatınıza gəlmək istəyəcək, amma siz özünüzü işə fokuslayanda, karyera fokuslayanda o insan sizin həyatınıza gələ bilməyəcək, yəni daxil ola bilməyəcək. Daxil olacaq. Amma sizin elə bir düşüncəniz olsa ki, ay 100% mənim işlərim indi getməyəcək, mən münasibətə başladımsa mənim işim qalacaq, mən pul qazana bilməyəcəm və s. O insanla sizin münasibətiniz uzun müddətdə alınmayacaq. Mütləq ki, haradasa bir şey baş verəcək və o münasibət yarıda kəsiləcək. Ya qarşı tərəfə görə, ya da sizə görə. Çünki insan düşünür ki, inkişafla münasibət eyni anda gedə bilməz. Əgər siz sağlam düşüncədəsinizsə, qarşınıza çıxacaq insan da sağlam düşüncədə olacaq və sizin sağlam münasibətiniz olacaq. Və sağlam münasibətdə hər iki şəxsin də öz alanları olmalıdır, öz maraqları olmalıdır, öz karyera, yəni yolları da olmalıdır. Bir yerdə də bir hədəfləri olmalıdır, amma ayrı-ayrı da hədəfləri, yəni ki, karyerana bağlı hədəfləri olmalıdır. Və iki şəxs də bir-birinə yalnız dəstək olmalıdır bu yolda. Bu formada irəliləməyi bəli insana daha rahat gəlir. Amma bizim zehnimizdə karyera və münasibət eyni anda, eyni alanda ola bilmir deyənə, belə bir düşüncə bizə çox belə qeyri-adi gəldiyi üçün biz münasibətlərdə uğurlu ola bilmirik. Və başlayırıq qarşı tərəfi günahlandırmaq ki, qarşı tərəf ciddi münasibətə hazır deyil. Əslində sən hazır deyilsən ciddi münasibətə, əslində sənin düşüncələrin bunu qəbul eləmir. Çünki düşünürsən ki, mən hazırda oxumalıyam, mən hazırda inkişaf etməliyəm, münasibətin zamanı deyil. Biz hər daim inkişaf etmək istəyəcəyik, hər daim daha yuxarı getmək istəyəcəyik, daha da qalxmaq istəyəcəyik. Amma niyə də bu qalxmaq istədiyimiz yolda, daha da yuxarı zirvəyə qalxmaq istədiyimiz o yerdə yanımızda partnyorumuz olmasın? Hansı ki, hər daim bizə sevə-sevə gözlərinə belə baxır, bizi dəstəkləyir, bizə inanır. Bizi hamıdan çox alqışlayır. Niyə də yox? Məncə çox gözəl olar. Düşünün ki, sevdiyiniz insan hər bir zaman sizə dəstəkdir,
siz də hər bir zaman ona dəstəksiniz. Sevgi çünki hər bir zaman insanı daha da bəsləyir. İnsan daha çox uğurlu olmaq istəyir. Demirəm ki, bir insan həyatına münasibəti yoxdursa, o xoşbəxt deyil, o uğurlu ola bilməz. Xeyr, o mənada demirəm. Biri var ki, insan buna özünü tamamilə qapatmayıb. Yəni düşünür ki, okey də hazırda mənim ətrafımda mənə uyğun insan yoxdur. Olanda münasibətim olacaq deyə. Amma mən işimlə məşğul olum. Bu başqa. Bir də var ki, insan daima deyir ki, mən pul qazanmalıyam, karyera fokuslanmalıyım, münasibətin zamanı deyil, vaxt deyil. İnsan əslində özünü sabote edir bu formada. Özünü münasibətdən qaçırdır. Niyə? Çünki birdən yenə incinərəm, birdən yenə qəlbim qırılar, birdən yenə güvənim qırılar. Onsuz da hər biri eyni şeydir. Onsuz da heç bir münasibətim uğurlu alınmır. Bu formada insan bunları yenə yaşayacağını özünə inandırdığı üçün münasibətdən qaçmağı seçir. Qaçmaq üçün də nə tapıb? Karyera fokuslanmaq, pul qazanmağa fokuslanmaq. Bu ikisi arasındakı ciddi bir fərq var. Belə əzizlərim, ümidvaram ki, bu video hər birinizə fayda gətirmişdir. Bundan sonra çalışacağım daha çox biraz insan və sevgi münasibətlərinə də toxunum. Əgər sizin üçün də maraqlı gələn bir mövzu varsa, bunu rəylərdə mənimlə bölüşün. Sevə-sevə o mövzuyla bağlı video çəkəcəm. Hər birini sevirəm. Hələlik.